Salam, hər vaxtınız xeyir olsun, hörmətli Neftçi TV izləyiciləri. Neftçi futbol mərkəzindən canlı reportajımıza başlayırıq. Bugün AFFA U15 liqasında komandamız Turan Tovuzu qəbul edir. Fit səslənir və maç başladı. Neftçiyə uğurlar arzulayırıq. Murad yenidən topu göndərdi cərimə meydançasına. Fəqan. Yerə yıxılıb Ruslan. İndi uzaqdan zərbə indirilir və gol! Fəqan Mustafayev 36-cı dəqiqədə gözlənilməz zərbə ilə oyunda hesabı açdı. İkinciden zərbədən sonra burada qarşılıqlıq var idi. Turan Tovuz futbolçuları topu uzaqlaşdırmağa çalışırdı. Topun yanında fit səslənir. Elmir topa yaxınlaşır. Zərbə indirir qapıya. Elmir Cəfərov hesabı bərabərləşdirir. Qoldan cəmi dəqiqə yarım sonra Turan Tovuz hesabı bərabərləşdirdi. Elmir Cəfərov. Və dərhal elə 40 dəqiqə tamamlanan kimi hakim ilk hissəni bitirir. İkinci hissə başladı və Neftçiyə təkrar uğurlar arzulayırıq. İlk hissədən sonra hesab 1-1'dir. İlk hissədə cərimə zərbəsindən fərqlənmişdi, ancaq təbii ki daha əlverişli imkan idi. Fit səslənir. Şikar topa yaxınlaşır. Şikar zərbə indirir və gol! Şikar! 62-ci dəqiqə. Əla gol vurur Şikar. Rəqibin cərimə zərbəsindən fərqləndiyini vurğulamışdıq. Şikar da o qola qarşılıq verir və yenidən Neftçini hesabda irəli çıxarır Şikar. Amin Tağıyev oyuna daxil oldu. İndi Tağıyev topladı. Amin. Aldıcı hərəkətlər Tağıyevdən. Cərimə meydançasında ötürməsini etdi və penalti. Burada əvvəlcə yaxşı daxil olmuşdu elə cərimə meydançasına. Ardınca burada qayda pozuntusu yoxdur. Desən Vəli İsrafilov. Fit səsləndi. Yusif Nəbiyev topa yaxınlaşır. Yusif zərbə indirir və topu qapıdan keçirir Nəbiyev. 68-ci dəqiqədə hesab yenidən bərabərləşir. Əli ötürməsi qapı qarşısına. Əli Musazadə indi daha bir ötürmə. Başla zərbə və gol! Kapitan 80-ci dəqiqədə oyunun əsas vaxtının sonuncu dəqiqəsində topu qapıdan keçirir Ruslan Quliyev. 80-ci dəqiqədə 3-cü dəfə Neftçi hesabda irəli çıxır. Yenə ikinciden zərbədən sonra oyunda vurulan bütün qollar standart vəziyyətlərdən sonra olub. Tamamlandı burada. Eynur topu oyuna daxil edir və hakim fitni səsləndirir. Maç yekunlaşır. Çox gərgin, maraqlı bir qarşılaşma izlədik və nəticədə qalib gələn tərəf Neftçi olur.